Bismillahirrahmanirrahim. İnnel insane lefi husr. Sadaqallahul aliyyul azim. Rabbi şrah li sadri ve yessir li amri ve uhlul uqdatan min lisani yefqahu qavli. Evsikum ibadillah ve nefsi bi təqvallah. Allah'ın salamı, rəhməti, bərəkəti hər birimizin üzərinə olsun. İlk növbədə özümə, sonra sizlərə ilahi təqvanı tövsiyə edirəm. Allah Teala bizlərə, sizlərə təqvalı olmağı nəsib eyləsin. Allah bu rəhmət, bərəkət, məğfirət dolu cümə gününü hər birimizə mübarək eyləsin. Mən iki dənə qısa hədis deyəcəm, amma hədisə keçməmişdən öncə özüm üçün qeyd eləmişdim. Bugün 8 maydır. Demək, bizim tarixdə 8 may o qədər də uğurlu gün olmadı. Müstəqillik əldə etdikdən sonra mənim yadımdadır. Yəqin, indi yaşlı nəslin yadında olar, cavan nəsil bunları bilmir. Bunları bilmir. Bilsələr yaxşıdır. Bizim tariximizdə bəzi məqamlar var. Onları biz yaddan çıxardıq. 8 mayda mənim yadımdadır. 92-ci ildə. Tehranda, demək, o vaxt Azərbaycanın başında Yaqub Məmmədov idi, Ter-Petrosyan, bir də İranın prezidenti bir sülh müqaviləsi bağlamalıydılar. Ermənilər həmən günü 8 mayda Şuşanı işğal elədilər. Bir hilə işlətdilər. Yəni yadınızda saxlayın ki, 8 may 92-ci ildə Şuşanın işğal günü olub. Bax, belə bir hadisə olub, bu hadisəni biz unutmayaq. Amma şükür Allaha ki, 44 günlük müharibədə 8 noyabrda bizim şəhidlərimiz, bizim qəhrəmanlarımız, qazilərimiz, ordumuz, xalqımız Şuşanı nə elədilər? Düşməndən aldılar. Bugün Şuşa artıq bizim xalqımız, millətimiz, Şuşalılar, Azərbaycanlılar gedirlər orada, məskunlaşıblar, namazlar qılınır, ibadətlər, dualar, artıq insanlar orada yaşayırlar. 9 may sabahki gün bizim üçün, indi yaşlı nəsil üçün qələbə günüdür. Sovet İttifaqının Alman faşizmi üzərində qazandığı qələbədir. O gündür. Onu da yadınızda saxlayın. Heç bəzi insanlar vardı, o bizim atalarımızdan, babalarımızdan, nə qədər insanlar Azərbaycandan getdi, müharibədə dünyasını dəyişdi. Heç onların nə cəsədi gəldi, bir qara kağız gəlirdisə, yəqin bəzi köhnə filmlərə baxmışsınız, insanlar sevinirdi. Bir hədis nəzər diqqətinizə çatdırım Allahın izni ilə. İmam Həsən Müştəbə əleyhissalamdandır. İkinci xütbədə də çalışaram İmam Hüseyin əleyhissalamdan bir hədis deyim. Mən elə xütbəmi yekunlaşdırım. İstəyərdim ki, bugünkü günümüz bir qədər səmərəli olsun. İmam Həsən Müştəbə əleyhissalam buyurdu ki, daim məsələ gələn insan bu 8 xeyirdən birini əldə edər, birinə çatar. O şəxslər ki, daimi məsələ gəlirlər, bax, onlar buna diqqət eləsinlər, görsünlər ki, bu xeyirlər onda var, yox. Birinci imam buyurur ki, Qur'anın məlum və aydın ayələrindən birindən bəhrə aparar. Biz burada Sumqayıt Cümə məscidində bir adət qoymuşuq, bunu da mən ustadım Şeyx Qüdrətin oğlu Hacı Əhməddən, Təzəpirin axında Hacı Əhməddən öyrənmişəm. İki namazın arasında üzünü çevirirdi möminlərə, bir Quran ayəsi, bir hədis deyirdi. Bir şəxs ki, daim məscidə gəlir, onun Qur'anın məlum və aydın ayələrindən birindən bəhrə aparar. Gələr, axund, alim danışar, o da bir ayədən bəhrə alar, aparar. İkincisi budur ki, məscidə gəlib gedən, daim məscidə gəlib gedən özünə faydalı bir dost tapar. Üçüncü imam buyurur ki, yeni elmlər öyrənər. Yəni elə məscidə gəlib gedən tək elə Qur'an, namazla bağlı yox, digər elmlərdən, dünyavi elmlərdən də özü üçün öyrənər. Gözlədiyi rəhmətə çatar. İnsan ki, bir rəhmət gözləyir, məscidə gəlib gedən o rəhməti əldə edər, o rəhmətə çatar. Ona doğru, düzgün yol göstərən sözləri öyrənər. Onu günahdan qoruyan öydülərə yetişər. Günah etməkdən utanar, Allah qorxusu günahının qarşısını alar. Bax, məscidə gələn insanda bu xislətlər, bu xeyirlər öz əksini tapar. Kim baxsın, bu sadaladığım İmam Həsən Müştəbə əleyhissalamın dediyi bu 8 məqam ki var, Qur'anın məlum ayələrindən birini öyrənər, hər kəs özünə diqqət eləsin, faydalı dost tapıb,
Məscidə gələn özünə faydalı dost tapar, yeni elm öyrənər, gözlədiyi rəhmətə çatar, ona yol göstərən sözlər öyrənər, 6-cısı onu günahdan qoruyan öğüdlərə yetişər, 7-cisi günah etməkdən utanar, 8-cisi Allah qorxusu günahın qarşısını alar. Biz məscidə gəlib gedirik, dedik ki, məscidə gəlib gedən insan xeyir iş görməlidir, xeyir işlər əldə eləməlidir. Keçən cümə xeyrxahlıqdan danışdıq. Dedi ki, azan verilir, çağırır, həyyala xeyr eləməl. İnsanı xeyir əməl etməyə çağırır. İnsan var, ona bir ömür həyat verilir, yaşayış verilir, dünyada yaşayır, bir xeyir iş görə bilmir, amma pis iş nə qədər istən görür, pisliyi nə qədər istən edir. Yəni, bəzən deyir, Əzrail gəlirdi, bala paylayırdı, deyir ki, mənim balamla işin olmasın, sənin balavı istəmirəm, belə bir deyim var. Bəzi insanlar var, onların xeyir işi bəlkə də insanlara lazım deyil, pis iş görməsinlər, pis söz danışmasınlar, pislik eləməsinlər. Həyat budur, deviz bu olmalı. İnsanın devizi bu olmalıdır ki, insan nə qədər bacarır, xeyrxahlıq eləsin, yaxşı işlər görsün, xeyrxahlıq eləsin, pislik eləməsin. Deyir, pislik eləməyə nə var? Belə o qədər rahat gəlib ki, bu söz artıq bir deyim kimi, pislik eləməyə nə var? Yəni, demək artıq insanlar bu sözü rahat qəbul edirlər. Necə yəni pislik eləməyə nə var? Niyə pislik eləməlisən sən? Allah səni gözəl yaradıb, yaxşı yaradıb, nəfis yaradıb, səni yaradanda and içir, sənə bütün bu yaranmışların ixtiyarını sənə verib, sən niyə pislik eləməlisən? İnsan niyə pislik eləməlidir? Məscidə gələn insan fərqli insan olmalıdır. Mən demirəm, xətası olmasın, səhv olmasın, günah olmasın. İnsan şəxsi olaraq özünün şəxsi bir xüsusiyyəti ola bilər. Hər insanın bir nöqsan, səhv, xəta cəhəti var. Burada elə bir insan yoxdur ki, içimizdə, içimdən qarşıq. Desin ki, mən məsumam. Onun böyülük, kiçilik, bilərəkdən, bilməyərəkdən etdiyi günahlar var, səhvlər var, xətalar var. Bunun üçün gedib hansı elmi dərəcələr almaq lazım deyil ki, hər insan özünə baxanda, mən Hacı Rauf özümə baxıram, bilirəm mən kiməm. Burada əyləşən hər bir insan da özünə baxanda bilir ki, o kimdir. Öz kimliyim haqda tam yəqinliyi əldə eləməmişəm. Başqasına necə ittiham edeyim, başqasına necə pisliyim. İnsan pisliyi tək o başqasına eləmir, özünə də eləyir. O pis insan elə bir yolxucu xəstəlik olur. O pis insanın elədiyi pisliyi, onun o pis olması nəticəsində ətrafdakılara, övladına, həyat yoldaşına, ailəsinə, qohum-əqrəba, cəmiyyətə bir xora xəstəlik kimi yayılır. Çünki pisliyin nəticəsi odur. Bəzən xeyrxahlıq, yaxşılıq həmişə yayılmır. Görürsən, bəzi adam onu gizli saxlayır, örtülü saxlayır, istəmir yayılsın. İnsan xeyrxah olmalıdır, insan gözəl olmalıdır, insan gözəlliyi ilə, yaxşılıqla, xeyrxahlıqla məşğul olmalıdır, yaxşı danışmalıdır, yaxşı hərəkət eləməlidir, yaxşı baxış olmalıdır, xeyrxah hərəkət eləməlidir, xeyrxah baxış olmalıdır. İmam Hüseyin əleyhissalamın bir hədisi var, inşallah o hədislə bağlı bir neçə ayə deyəcəm, inşallah ikinci xütbəmizi də elə qısa edəcəm. Mən baxdım, gördüm bu xütbələr kitabında bugünkü günün mövzusu həmrəylik idi, həmrəylik. İnsanların həmrəy olması, bir işdə həmrəy, həmfikir, eyni düşüncə sahibi olması, bir yumruq ətrafında birləşməsi. Bunun ən bariz nümunəsi, mən deyərdim, Azərbaycan tarixində, bəlkə də bəşər tarixində, dünya tarixində o nümunələrdən biri bizim 44 günlük müharibədə bir yumruq kimi birləşməyimiz, bir həmrəyimiz, həmfikirliyimiz oldu. Məscid də bura mehrabdır, hər meydanıdır. Burada hamı eyni şəkildə rükuya, səcdəyə niyə gedir? O həmrəliyi, o yumruq kimi birləşməyi qorumaqdan ötürü. Burada bir nəfər dursa, bir söz desə, öz şəxsindən, öz fikrindən, öz düşüncəsindən, hamını çaşqınlığa salacaq. Ya imam haqqında, ya məscid haqqında, ya cəmiyyət haqqında. Bir sözü deməmiş, 100 ölç bil, sonra o fikri, o sözü danış. Çünki sənin dediyin söz, bugün insanlarda ən çox problem yaradan nədir? Bu sosial şəbəkələrdən istifadə edən sosial şəbəkə qəhrəmanları. Yəni biz yaşlı nəsili, biraz o qədər ora gedə bilmirik də, yəni bildiyimiz qədər biraz istifadə edə bilirik. Amma gənc nəsil, cavan nəsil görürsən ki, əvvəl öylü nəsliyyəti atadan, babadan, ağsaqqaldan, müəllimdən alardılar. İndi o çat-çibidir, yapı zəkadır, nə süni intellektdir. Girir ora, ona nə istəyir, oradan ona məlumat verir. Bugün alimlər, mütəxəssislər bu arada fikirləşirlər ki, bu yaxşı bir şeydir. Nə qədər yaxşı olsa da, bu ki canlı ünsiyyət yoxdur,
İnsanın təması var da, canlı nəfəs-nəfəsə dəyir, göz-gözə baxır, baxış var. O süni intellekt, o yapı zəka, nə bilim, çat-çipi bunu heç vaxt əvəzini verə bilməz. Odur, insanlar bugün bu sahədə o qədər diqqətli olmalıdırlar ki, hələ nəyin ki orada, elə adi öz aramızda görürsən, hər sözü demək, hər fikri söyləmək, hər hərəkəti eləmək bəyənilmir. İmam Hüseyin əleyhissalam, İmam Hüseyin Müştəbə əleyhissalam, bir hədis İmam Həsən Müştəbə əleyhissalamdan dedim, bir hədis İmam Hüseyin əleyhissalamdan dedim, biz bunları görəsən neçə illərdir niyə danışılır, niyə söhbət olunur? Çünki nə qədər İmam Hüseyin əleyhissalam məktəbi var, nə qədər imamət var, nə qədər vilayət var, bu cəmiyyətdə, bəşərdə bir bu imamətə qarşı bir xof anlamı var, bir qısqanclıq anlamı var. Biz şəhidlərimizi, şəhidi məktəbini hardan öyrəndik? İmam Hüseyin əleyhissalamdan, İmam Həsən əleyhissalamdan. 41-45-ci ildə, bayaq qeyd elədim, 2-ci Vətən müharibəsində bizim qəhrəmanlarımız olubdu. İndi adları sizin yadınızda olan varsa, Həzri Aslanov, Qafur Məmmədov, Mehdi Hüseynzadə və s. Heç görmüş onlara desinlər ki, şəhid oldu. Nə deyirdik? Qəhrəmancasına həlak oldu. Amma müstəqilliyimizi əldə elədik. İmam Hüseyin məktəbini dərk elədilər. O cavanlar, o uşaqlar gəldilər. Aşura günləri, məsciddə, minbərlərdə, moizələrdə şəhidi məktəbini dərk elədilər və öz canlarını fəda elədilər bu torpaq üçün, bizlər üçün, sizlər üçün, burada əyləşənlər üçün. Ki biz başı aşağı olmayaq, başı dik olaq. İndi bundan sonra düşən öhdəçilik bizim üzərimizdədir. Qorumalıyıq, məsciddə qorumalıyıq, ölkəni də qorumalıyıq, vətəni də qorumalıyıq, dövləti də qorumalıyıq, öz ailələrimizi də qorumalıyıq, övladlarımızı da qorumalıyıq. Çünki o şəhidlərin bizim hər birimizin üzərində nəyi var? Haqqı var. İmam Hüseyin Müştəbə əleyhissalam buyurur ki, mən nəqqəsə kurbətə mümin fərrəcəllahu ənhu kurəbbət dünya vəl axirə. Bir qısa bir hədisdir. Həzrət buyurur ki, hər kəs, hər kim, hər bir şəxs mömin bir şəxsin qəm, qüssə, kədərini dağıtsa, aradan apararsa, Allah Teala onun dünya və axirət qəm, qüssəsini, kədərini aradan aparar. Bax, biz məscidə əhliyik, məscidə gəlirik, dayanırıq üzü qibləyə, cümə günü gəldik. Özümüzə sual verək. Bizim imamımız İmam Hüseyin əleyhissalam, İmam Həsən Müştəbə əleyhissalam bizə bir hədis deyib ki, məscidə gələndə bu 8 xeyirlər olar. Görək bu 8 xeyir bizdə var, yoxsa yoxdur. Özümüzə sual verək. İmam buyurur ki, hər kim müminin bir qəm, qüssə, kədərini dağıtsa, aradan aparsa, Allah Teala onun dünya və axirət qəm, qüssəsini, kədərini aradan aparar. Mən, sən, fərq eləmir. Görək, gündə neçə nəfərin və yaxud həyatımızda, yaşımız olur, ad gün keçirdirik, nə bilim, tariximizdə yaşadığımız illər ərzində, günlər ərzində neçə nəfərin qəm, qüssə, kədərini aradan apara bilmişik. Bəzən tam əksinə olur. İnsan başqasının qəm, qüssə, kədərinə səbəb olur. Hansı ki, imam buyurur, sənin etiqad elədiyin imam, qəbul elədiyin imam, onu özün üçün imam bilirsən, o imam buyurur ki, hər kim müminin bir qəm, qüssə, kədərini apararsa, bir də görürsən ki, namaz qılan, oruç tutan, məscid əhli, qəm, qüssə, kədər aparmaq əvəzində o insana qəm, qüssə, kədər yükləyir. Onu qəm, qüssə, kədərə salır. İmamımız bizdən onu istəmir. İmam buyurur ki, məscid əhlinin bu xeyr sifətləri olmalıdır. İmam buyurur ki, insan, hələ məscid əhli yox, insan üçün buyurur ki, bir başqasının qəm, qüssə, kədərini apararsa, Allah Teala da onun əvəzində onun dünya və axirət qəm, qüssə, kədərini aradan aparar. Bu kimi işlər üzərində yarışın, davranan, bir-birinizlə hərəkət edin. Hər dəfə deyirik, ömür qısadır, yenə elə bir insan oğlu, elə burada sözü deyir, oradan yaddan çıxardır. Deyirsən ki, ölüb gedəcək insan dünyasını dəyişəcək, rəhmətə gedəcək, insan yenə unutqandır. Gedirsən, yaxın əzizi dəfn edirsən, qəbirstanlığa gedirsən, ölüyən yeri görürsən, yenə insan unutqandır, yaddan çıxardandır. Və çalışaq, dəyərli qardaşlar, bu azacıq ömrümüzdə bir-birimizdən mehriban ola, bir-birimizdən yaxşı davrana, biz mən bunu bilirəm, yəqinən bilirəm. Bu insanlar dua üçün sizə niyə müraciət edirlər? Onlar sizi Allaha daha yaxın adamlar bilirlər.
Allah Teala buyurur ki, mən insana şah damarından yaxınam da. Hər insan özü oturub, öz ailəsində, öz xəstəsi üçün və yaxud müşkili üçün dua edə bilər də. Niyə məscidə müraciət edirlər? Çünki məscid düşüncəsi, məscid təfəkkürü, məscidə gələn insanlar bir başqa format insanlardır, insanların düşüncəsində təfəkkür. Gərək o, insanların bizim haqqımızda olan fikri, düşüncəni qoruyub saxlayaq. Sən ola bilər burada nəysə bir nöqsan, negativ hərəkət görəsən. Deyə yoxdur, var. Amma o sənə əsas vermir ki, sən onu ümumən məscidə əhlində namaz qılanlara şamil edəsən. Heç kəs sənə bu icazə verməyib. Haqqın da yoxdur, insanların haqqına girmiş olarsan. Allah Quran-ı Kərimdə ayələr var, o ayələri deyim, sonra bir hikmət deyim, mən fikrimi tamamlayayım. Bismillahirrahmanirrahim. Allah Quran-ı Kərimdə buyurur ki, وَاسْتَغْفِرُهُ ثُمَّ تُوبُ إِلَيْهِ اِنَّ الرَّبِّ قَرِيبٌ مُجِيبٌ. İstiğfar edin. Sonra tövbə edin. Həqiqətən Rəbbim yaxındır və qullarına cavab verəndir. Hər gün insan, keçən mucizələrdə demişəm, bazardığın qədər tövbə elə. Sən, mən, insanoğlu, mən deyirəm, hər dəfə lazım deyil ki, insan gedə oğurluq eləyək gecə. Oğurluq bir günahdır, məlumdur. Amma insan bəzən heç o oğurluğu etmədən də günah sahibi olur. Gözü ilə, qulağı ilə, dili ilə, hərəkəti ilə, davranışı ilə. Odur, Allah Quran-ı Kərimdə buyurur ki, istiğfar et, sonra tövbə et. Həqiqətən Rəbbin yaxındır və qullarına cavab verəndir. Baxaq görə gün ərzində nə qədər tövbə edirik, nə qədər Allahdan bağışlanmaq istəyirik. Mən keçən cümələrdə dedim, bir nəfər soruşurlar din böyüklərimizdən ki, ruzinin artması üçün, çətinliyin, müşkülün, sıxıntıların, bunlardan nicat tapmaq üçün nə edək? Onlara buyururlar ki, istiğfar elə, tövbə elə, Allahdan bağışlanmaq istə. Bəzi mənbələrdə mənə rast gəldi ki, insan gündə 700 dəfə istiğfar, əstəğfirullah, əstəğfirullah, Rəbbi və atubu ileyh desə, onun bütün çətinlikləri, müşkülləri aradan gedər. Bir ayədə buyurur ki, o kəslər ki, iman gətirir və qəlbləri Allahın zikri ilə rahatlıq tapar, bilin ki, qəlblər yalnız, ancaq Allahın zikri ilə rahatlıq tapar, aram olarlar. Bir yandan bizə istiğfar, tövbə deyir, bağışlanma deyir. Və onunla bərabər bizə nə deyir? Deyir ki, iman gətirən şəxslərin qəlbləri Allahı zikr etməklə rahatlıq tapar. Çünki qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar, amanda olar, aramda olar. İnsan görürsən ki, qəlbini, dilini Allah zikri ilə doldurmaq əvəzinə qeybət edir, yalan danışır, böhtan atır, şər atır, iftira atır. Bir sözün mahiyyətini bilmir, onun kökünü bilmir, elmi əsasını bilmir, şəri məsələni bilmir, fiqhi məsələni bilmir. Elə ağız dolusu o insan o qeybəti edir, o böhtanı edir, o iftiranı atır, o böhtanı atır. Adam hərdən təəccüb edir ki, yəni bu dərəcədə mümkündür. Bu qeybət ki var və digər o iftira, böhtan, nə bilim, şantaj və s. belə. Bu qeybəti o qədər belə böyük bir günah ediblər, ilk baxışdan nə deyib, filan kəsin söhbətini deyirəm. Əşəddü minəz zina deyir. Deyir, zinadan ağırdır, çətindir. Baxırsan bu hədisə, qeybət zinadan ağırdır. İndi bu qeybət edən insan nə fikirləşir eləyəndə? Elə də bunu ağız dolusu ilə deyir. Quran buyurur ki, qeybət edən insan ölmüş qardaşın ətini yiyir. Onu başqa günah sahibi üçün demir, zinakar üçün, oğru üçün, qumarbaz üçün, araq içən üçün demir, şərab içən üçün demir. Qeybət edən üçün bunu xüsusi elə bir vurğulayır ki, yəni insan fikirləşir, qeybət də elə söz dedim də, yox, böhtan da atdım, şər də atdım, o adamın haqqında söz dedim. Niyə biz deyirlər 100 ölç bir biç? Bir ibrətdir, mənə rast gəldi, çox ibrətli bir hadisədir. İndi bu nə dərəcədə doğrudur, doğru deyil, amma içində bir ibrət olan nədir? Yəqin siz də ya kitablarda oxumusunuz, ya hekayələrdə, ya filmlərdə rast gəlibsə, padişah bir gün öz saray əhlini, öz cəmaatını sınaqdan yoxlamaq, imtahan eləmək istəyir və qərar verir ki, yolun ortasına bir böyük daş qoysunlar. Və padişah uzaqlaşır, uzaqdan hadisəyə baxır ki, görüm, gələn insanların bu yolun ortasına qoyulan daşa reaksiyası nədir? Birinci vəziri gəlir, vəziri daşa baxır, daşın ətrafında bir dövr edir, deyir, gələ gedim padişaha deyim ki, bir-iki dənə, belə deyək, fəhlə, mütəxəssis,
iş bacaran adam versin ki, bu daşı buradan götürün. Gələ gedin padişaha deyib. İkincisi deyir, o sərkərdə olur, belə deyək, bir komandir, bir sərkərdə, o padişahın komandiri, sərkərdəsi gəlir, baxır ora, o nə fikrə gəlir? Deyir, bu daşı kimin onu qoyubsa, gərək vəzirə deyim, bu daşı bura qoyana cəza versin. Üçüncüsü, bir başqa peşə sahibi olur, o bir söz deyir. Biri, məsələn, şeir yazan olur, biri hekayə yazan olur, biri deyir ki, mən şeir yazım bu daşa, biri deyir, mən bir dənə məqala yazım bu daşa. Sonda bir əkinçi, bir kəndli gəlir, keçir odan, daşı görür, deyir, belində də yük səbəti olur. Yük səbətini qoyur, daşı götürür oradan. Səbətini götürmək istəyəndə görür ki, daşın altında bir kisə var. Baxır, görür kisənin içində qızıl. Açır, görür ki, orada bir kağız var. Deyir ki, bu qızıl o şəxsə çatır ki, əlini o daşın altına salıb, daşı oradan götürər. O maniyəni oradan götürər. Yəni, fikir söyləmək nə qədər var ki, filan işi belə deyərəm, filan kəsə deyərəm, belə eləyərəm, elə eləyərəm və s. Amma gedib o hadisəni, o maniyəni aradan götürən insan, nəticə nədir? Əlini daşın altına qoyarsan, maniyəni götürərsən, o problemi həll edərsən, nə olar? Qızıl əldə edərsən və deyir ki, o qızıl, Allah da o qızılı, o varı, o dövləti, yəni bunu maddi cəhətdən düşünməyək. Mənəvi, ruhi insan bunu maddiyyət kimi düşünməz. Mənəvi cəhətdən Allah Taala sənə elə bir çeşmə açar ki, elə bir qızıl nəsib edər ki, elə bir nemət nəsib edər ki, onun misli bərabəri dünya malına təsəvvür olunmaz. O maniyəni aradan götürmək. Xoş o insanın anlar ki, o maniyəni aradan götürə bilir. Bəzən insan maniyəni aradan götürmürlə baxır. Biz görmüşük də, sosial şəbəkədə bu nə paylaşırlar? 2 nəfər bir-birinə vuruşur, biri götürüb paylaşır onu. Ged onları arala da. 2 maşın bir-birinə dəyir, xəstədir, orada qalıb xəstə. Götürüb onu paylaşır və kömək elə bir təcili yardıma zəngili gəlib onu aparsın. Yəni bizi sanki bu sosial şəbəkə, bu müasirlik, bugünün hadisələri o tərəfə aparır. Amma Qur'an-ı Kərim bizə nə buyurur? Buyurur ki, insan diqqətli ol, Allah'ı zikr elə, Allah'ın zikri ilə məşğul ol günə. Bunlar hamısı bizim üçün bir örnəkdir. Bu söhbətlər, cümə günü məscidə gəlməyimiz, xütbələr bizim birliyimiz, vəhdətimiz üçün bir nümunədir. Biz nə qədər bir olsaq, bir yumruq kimi bu cəmiyyətdən gedir söhbət. Məxsusən bu məscid əhlindən. Birləşə bilsək, bizi heç kəs yerindən oynada bilməz, heç kəs bizə tərpədə bilməz, heç kəs bizə güc gələ bilməz. Amma yoxsa hərə bir fikirdə, bir düşüncədə ixtilafa düşsə, evimizi götürək. Evdə əgər ər bir söz deyilsə, xanım bir söz deyilsə, o övladları necə bir yerə yığmaq olar? Gərək ərlə, xanımla kişinin yaxşı gündə də, pis gündə də sözü bir olsun. Gəldin bir kollektivə düşdün. Əgər müdür, rəhbər bir söz deyilsə, gərək o birlər də nə edəsin? Ona riayət eləsin. Hərbidə insan niyə qələbə qazana bilir? Və yaxud niyə qələbə qazana bilmir? O yerdə ki, bir rus dilində bir deyim var, yəni komandir həmişə haqlıdır. Yəni evdə də bir rəhbər varsa, o rəhbər atadırsa, o atanı dinləmək lazımdır. Əgər bir idarə müəssisədə bir rəhbər varsa, hər kimdirsə, o məsuliyyət onun üzərində, onu dinləmək lazımdır. Sən ona fikir bölüşə bilərsən, təklif verə bilərsən. Amma fikir ayrılığı olanda heç yerdə iş alınmır. Məscid də belə, dəyərli dostlar. Allah sizi var eləsin, Allah köməyiniz olsun, Allah sizləri hifz eləsin, Allah ölkəmizi, xalqımızı, millətimizi, dövlətimizi qorusun inşallah. Allah üç rəngli bayrağımızı bayraqlar içərisində uca eləsin inşallah. Bismillahirrahmanirrahim. İnna ataynakal kavsar fesalli rabbika vanhar. İnne şaniyeke vel abtar. Sadakallahu ve